Pasientlər bizə tez-tez müraciət edib deyirlər ki, doktor, bu hal məni narahat edir və mən bunu götürmək istəyirəm. Biz unutmamalıyıq ki, halları götürmək sadəcə bir kosmetik prosedur deyil və biz ilk öncə nəyi götürdüyümüzdən əmin olmalıyıq və bu məqsədlə mütləq dermatoskopik müayinə aparılır. Bu xüsusi bir cihazla, yəni dermatoskopla halın böyüdüb işıq altında baxılmasıdır. Ağrısız prosedurdur, cəmi bir neçə saniyə çəkir, amma çox vacibdir. Müayinə zamanı halın strukturu, pigmentasiyası, damar quruluşu, simmetriyası və başqa detalları görə bilirik və bu detalları nəzərə alaraq halın xoş və ya bəd xassəli olduğunu təyin edirik. Niyə dermatoskopik müayinə bu qədər önəmlidir? Çünki bəzi hallarda adi görünən hal dərinin xərçəngi, yəni melanoması ola bilər. Belə olan hallarda kosmetik üsulla və ya lazerlə halı götürmək qəti olmaz. Belə bədxassəli törəmələr yalnız cərrahi üsulla və histoloji müayinə ilə aparılmalıdır. Əksinə, bəzən də elə olur ki, pasient narahatdır, halını götürməkdən qorxur, ancaq dermatoskopik müayinə zamanı halda heç bir problemin olmadığı aşkar olunur. Belə olan hallarda lazerlə çox rahatlıqla halı estetik məqsədlə götürmək mümkündür. Qısaca desəm, dermatoskopiya yalnız dəqiqlik deyil, sizin təhlükəsizlik və sağlamlığınız üçün atılan ən doğru addımdır. Əgər hardasa sizə müayinəsiz gəlin hallarınızı götürək deyirlərsə, məsləhət görərdim biraz düşünəsiniz. Mövzu